Mən sizə bir dənə söz deymiş ola, bunu heç vaxt yadınızdan çıxartmayın. Bu mənim üçün belədir, kim üçün necədirsə mənə fərq eləmir, hər özü üçün yaşayır. Mənim üçün öz namusunu, qeyrətini, adını, sanını, gül qoxusunu başına tac bilən qadın mənim üçün də başımın tacıdır. Allah yaxşı qadınlarımızı qorusun. Mən hər zaman demişəm, hər bir bədbəxt qadının keçmişində bir kişi olub əlbət. Onu yarım qoyan, yarıda qoyan bir kişi olub əlbət. Bədbəxt eləyən bir kişi olub əlbət. Bu şeirimizi də yarım qalmış bədbəxt qadınlara, boşanmış qadınlara aid edirik. Hər mövzuda şeirlər yazılır, WhatsApp nömrəmiz profildə var. 30 manat, 2 dənə zakaz yerim qalıb inşallah. Bu günlərim hər mövzuda şeirlər 30 manat. Yazmışam ki, bəxt yazan, qələmin qırılsın sənin. Bu necə yazıdı yazdım bəxtimə. Arzular etmişdim xoşbəxtliyimdən, bədbəxtlik yazılmış yazan sən demə. Alnına bədbəxtlik yazılıb sənin, hər gecə ağlayıb üzülən qadın. Ürəkdən gülüşə həsrət qalmısan, göz yaşı yanağa süzülən qadın. Qara gün, qara bəxt, qara taliyin gör sənin başına nə oynaşdı. Onsuz da yaralar var idi səndə, bu həyat yenidən bir yara açdı.